planlaşdırılıb. Hörmətli tamaşaçılar, bir qədər əvvəl əmək yarmarkalarından danışacağımızı qeyd etdik və bildirək ki, Dövlət Məşğulluq Agentliyi bu il 150 əmək yarmarkası təşkil etməyi planlaşdırır ki, bu da ölkədəki işsizlik probleminin həlli üçün önəmli bir addım ola bilər. Bu tədbirlərdə işsiz, iş axtaran şəxslərə mövcud vakansiyalar və işə götürənlərin tələbləri barədə məlumat verilir. Bu məqamlara skeptik yanaşanlar da var. Eyni zamanda bu əmək yarmarkaları sayəsində iş tapanların olduğu da deyilir. Yəni fikirlər müxtəlifdir. Bəzi ekspertlər artıq qeyd etdiyimiz kimi deyirlər ki, bu formal xarakter daşıyır. Digərləri isə effektiv olduğunu deyir, hörmətli tamaşaçılar. Bəs ümumiyyətlə əmək yarmarkasında işə götürən və iş axtaran mütənasibliyi necədir? Bu maraqlı sualı gəlin süjeti izləyək. Əsasən öz sahəm olan bank sahəsi üzrə maraqlanıram, amma IT üzrə təcrübə də olsa, yəni etiraz etməzdəyim, call center ola bilər, bu sahələr əsasən. İnsanlara məlumat vermək sahəsi maraqlı, mənə call center ola bilər, ona görə bank sahəsi ola bilər, IT ola bilər. Əsasən bu üç sahə üzrə iş axtarıram. İlşən Mikayıllı bir müddətdir işsizdir. Öz maraq dairəsinə və bacarıqlarına uyğun iş tapmaq üçün Bakıda Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən əmək yarmarkasına qatılıb. Əmək yarmarkası müxtəlif sahələr üzrə iş axtaranlar üçün geniş imkanlar təqdim edir. İş axtaranlar deyirlər ki, yarmarka sayəsində işlə təmin olunacaqlarına böyük ümid bəsləyirlər. Operator vakansiyası və resepsiyon vakansiyası üçün müraciət etmişəm. Hal-hazırda indiyənə kimi bir saatdır gəlmişəm yarmarkaya. Artıq 5 CV vermişəm. Daha çox sərbəst çalışa biləcəyim, təlimlər verə biləcəyim, maariflənmə sahəsindəki, tədris sahəsindəki vakansiyalardan maraqlanıram. Bura sosial mediadan gördüm və gəldim, baxım görüm nə var, nə yox. Yarmarkada təqdim olunan vakansiyaların böyük bir qismində işə qəbul üçün əsas tələblərdən biri dil bilikləridir. Digər tələblər isə vakansiyaların növlərinə görə dəyişir. İş təklif edən müəssisələrin nümayəndələri bildirirlər ki, əvvəlki illərdə təşkil olunan yarmarkalar ilə müqayisədə bu dəfə vakansiyalar üçün müraciət edən vətəndaşların sayı nəzərə çarpacaq dərəcədə çoxdur. Gələn namizədlərin əsasən onları maraqlandıran bir sıra vakansiyaları var ki, hansı ki onlar bu sahə ilə əlaqəli ya təcrübələri olur, ya da sıfırdan başlayan şəxslər olur ki, onlar ilkin olaraq müraciət etmək istəyirlər. Vətəndaşların işə qəbulu üçün əsas tələblər hansılardır? Vətəndaşların işə qəbulu üzrə tələblər əslində vəzifədən asılı olaraq dəyişir. Bəzi vəzifələr var ki, məsəl üçün bizim oteldən götürsək, ümumiyyətlə otel sahəsindən götürsək, qonaqların qəbulu şöbəsi var ki, burada bəzi dil bilikləri tələb olunur. Bu ingilis dili, rus dili və müxtəlif dillər ola bilər və onlar müxtəlif sistemlərdə çalışdıqları üçün həmin bu sistemləri bilməkləri üzrə texniki biliklər tələb olunur. Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssislərə ehtiyacımız var. Rus dili, ingilis dili, ərəb dili bilməzlidir. Tibbi bilikləri olanlara daha çox üstünlük verilir. Bundan əlavə xadimə, kiçik tibb işçisi, fəhlə kimi də kateqoriyalı işçilərə ehtiyacımız var. İdarəmizin hal-hazırda bir ədəd vakansiyası var. Körpülü kran maşinisti. Bu yaş əsasən 25-60 yaş arası insanlar nəzərdə tutulub. Əsasən böyük stajı olan və sertifikata malik insanlar cəlb olunur. Hal-hazırdakı vakansiyamızla bağlı maraqlananlar əsasən yuxarı yaş kateqoriyasında olan yaşlı nəsil insanlardılar. Təxminən belə deyək ki, 40-60 yaş arası insanlar maraqlanırlar bu vəzifə ilə bağlı. Əmək yarmarkasında 59 işə götürən müəssisə tərəfindən iş axtaranlara 450-dən çox vakansiya təqdim olunub. Burada təqdim edilmiş vakansiyaların böyük əksəriyyəti ixtisas və peşə və ixtisas tələb edən vakansiyalardır və müxtəlif iqtisadi fəaliyyət növləri üzrə olan vakansiyalarımızdır. Bunlar belə ki, həm istehsal, həm emal, həm tikinti, həm ticarət sahələrinə bağlı olan vakansiyalardır. Keçən işğaldan azad olmuş ərazilərimizdə 10 əmək yarmarkası, bir peşə yarmarkası həyata keçirmişik və bu ildə artıq 2 əmək yarmarkası həyata keçirilmişdir. İl ərzində də bu yarmarkalar ardıcıl olaraq müxtəlif işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcəkdir. Agentliyin rəsmisi onu da vurğuladı ki, il ərzində ümumilikdə 150 yarmarkanın təşkili planlaşdırılıb. Bu yarmarkalar iş axtaranlara daha asan formada iş tapmağa kömək edir.